Necəsən? Yaxşı. Cavab olsun deyə dedin, yoxsa doğrudan mı yaxşısan? Düzün desəm yaxşı deyil. Amma bunu deməyə qorxuram. Çünki insanlar həqiqəti eşitmək istəmirlər. O necə olur? Hamı əslində necə olduğunu gizlədir. Mən də pis olduğumu desəm zəif sayılır. Cəmiyyət deyir ki, sənin problemin varsa, sən acizsin. Və səncə niyə insanlar onda bu rolu oynayırlar? Çünki mesaj bəllidir. Necə hiss etdiyin yox, necə görünməyin vacibdir. Hamı filtrlənmiş xoşbəxtlik paylaşır, hamı güldüyünü göstərir. Amma gerçəkdə hamı kiminsə baxışını qazanmaq üçün yaşayır. Yəni, insanlar həqiqətənmi yaxşı deyirlər? Bu biraz xoşbəxtliyə bənzəyir. Xoşbəxt görünmək asandır, xoşbəxt olmaq çətin. Bir foto, bir filtr, hər şey əladır yazısı və başqasının bəzədiyi həyatın altında özünü dəyərsiz hiss edən digər insanlar. Düşünür ki, qorxduğumuz desək zəif sayılıb qəbul edilməyəcəyik. Ona görə də hamı özünə ikinci versiya yaradır. Parlaq, güclü və problemsiz. Və nəticədə reallığı itirib maska taxırıq. Öz istəklərimizi deyil, cəmiyyətin diktəsini yaşayırıq. Sonda maska düşəndə isə hamımız anlayırıq ki, həqiqətdə heç də yaxşı deyilik. Bir də görüm, sən necəsən? Bəlkə gedək çay içək.